Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi imkanınız xaricindədirsə, o zaman borçluların hissəli ödənişinə də şərait yaradılır. Yenavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, bu zaman abonent iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli su kanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və abonent kodunu təqdim etməlidir. Məlumatda deyilir ki, bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Həmçinin protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu təqdirdə su təchizatı dayandırılmır. Bundan başqa diqqətə çatdırılıb ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Qeyd olunub ki, borcla bağlı məlumatlar abonent bazasında əks olunur. Borcların azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər.